Ultrasəs müayinəsinə girirsiniz və həkim deyir ki, hələ uşaq görünmür. Bu cümlə bir çox qadın üçün panika, qorxu və min bir cür sual deməkdir. Amma hamiləliyin ilk həftələrində ultrasəsdə heç nə görünməməsi əksər hallarda tamamilə normaldır. Çünki bu dövrdə embrion hələ erkən mərhələdə və mikroskopik ölçüdə olur ki, ən müasir ultrasəs cihazı belə onu dərhal seçə bilmir. Xüsusilə siklı qeyri-müntəzəm olan qadınlarda hamiləlik həftəsi real olaraq düşündüyümüzdən daha kiçik ola bilər. Adətən müəyyən həftədən sonra əvvəlcə hamiləlik hissəsi, sonra yoxsaq və nəhayət embrion aydınlaşmağa başlayır. Bu mərhələdən əvvəl edilən ultrasəs müayinələri səhv təəssürat yarada və qadını yersiz stressə sala bilər. Amma bəzi hallarda diqqətli olmaq lazımdır. Keçmişdə olan düşüklər, uşaqlıqdan kənar hamiləlik və ya qanaxma olubsa, nəzarət daha planlı aparılmalıdır. Belə vəziyyətlərdə təkcə ultrasəs deyil, həm də beta-HCG dəyərlərinin dinamikasına da baxılmalıdır. Tək bir ultrasəs nəticəsi ilə heç vaxt yekun qərar verilmir. Doğru diaqnoz, düzgün izlənmə və peşəkar yanaşma ilə bərabər qoyulur.